2026-cı il şans imtahanına düşmüş bir suala baxaq. 4-cü qruplar üçün olan imtahandandır. Deməli, H2X turşusu, H2X turşusu natrium OH-la neytrallaşmalıdır. Məsələdə də deyir ki, A qram H2X turşusunun tam neytrallaşdırılması üçün 400 qram 20% natrium OH lazımdır. Turşunun molar kütləsini hesablayın. Əvvəla biz turşuya baxırıq. İki əsaslı olduğuna görə neytrallaşma reaksiyasının baş verməsi üçün isə turşudakı hidrogen sayının əsasdakı OH sayına bərabər olması lazımdır. Yəni burada da 2 OH olmalıdır. Bunun üçün isə deməli 2 mol natrium OH lazımdır. Deməli 1 mol turşuya 2 mol natrium OH lazımdır. Yəni fakta baxası olsaq, biz tutaq ki bu H2X turşusunun molar kütləsini bir B ilə götürsək, biz deyə bilərik ki 1 qram deməli turşuya 2 mol natrium OH, yəni 2 vur 40 qram natrium OH lazımdır. Düzdür? Amma məsələdə şərtdə deyir ki, A qramına 400 qram 20%li natrium OH məhlulu səhv olur. Biz buradan məhluldan həll olan maddəni tapa bilərik. Bunun üçün məhlulun kütləsini vurmalıyıq. Deməli, faizə bölməliyik 100-ə və buradan görürük ki, 80-dir. Olan maddənin kütləsini tapdıqdan sonra gətirib A-nın qarşısına tənasibdə yerinə yazırıq. Və biz B-ni buradan tapmalıyıq. Yəni, turşunun molar kütləsini B bərabərdir A vur 80 böl 80. Deməli, elə turşunun molar kütləsi A-ya bərabərdir. Cavab olacaq A bəndi.